Bir cərrahın qarşısına gələn sarılıq simptomu olan orta və yaşlı şəxsdə düşünülən öd yollarında hər hansı bir maneənin olmasıdır. Yəni bu mexaniki sarılıqdırmı? Öd yollarında maneə nə ola bilər? Öd yollarının iltihabı, daşlar, qurdular, periambulyar bölgəmiz zonanın şişləri, xoş və ya bədxassəli türdən. Periambulyar bölgə mədə-altı vəzin, başı, 12 barmaq bağırsaq və öd yolu arasında olan zonadır. Burada olan maneə öd yolunu sıxır və ödün bağırsağa axmasına əngəl törədir. Nəticədə bilirubin dediyimiz pigment qana keçir və toxumalarda toplanmağa başlayır və o toxumaların rəngini dəyişir. Və bu özünü dərinin sarılığı, gözün sklerasının sarılığı, sidik rənginin tündləşməsi, nəcisin ağ gil rəngdə olması ilə biruzə verir. Yəni sarılıq xəstəliklərin ilkin başlanğıc simptomu ola bilər.